Deməli, sizinlə belə bir test tapşırığına baxaq. Yüzlük kvadrata əsasən şəkillərin yerinə yazılacaq ədədlərin cəminin yarısı neçədir? Əvvəlcə yüzlük kvadratda bilirik ki, əgər sətr üzrə gediriksə 27-dən sonra gəlir 28, sonra isə gəlir 29. Deməli, balığın yerinə yazılacaq ədədimiz 29-dur. Buraya yazırıq 29. İndi isə quşun yerinə yazılacaq ədədi tapmalıyıq. Bunun üçün sütun üzrə 27-dən sonra neçə gəlirsə onu qeyd etməliyik. 37, 27, 37, 47. Sütun üzrə 10 vahid artan sıra ilə gedir. Amma sətr üzrə gedəndə bir vahid arta gedir. 37-dir. Burada olacaq 38 sətr üzrə. Burada olacaq 39. 28, 38 burada olacaq 48. 29, 39 burada olacaq 49. İndi bizə deyir ki, şəkillərin yerinə yazılacaq ədədlər. Quşun yerinə, balığın yerinə yazılıb 29, quşun yerinə isə yazılıb 37. 29-un üzərinə 37-ni əlavə edirik. 9-un üzərinə 7 gəlsək 16. 6 yazırıq 1 yadda. 3-ün üstə 2 gəlsək 5, 1 də yadımızdaydı 6. Etdi 66. Yarısı dedikdə ümumiyyətlə yadınızda saxlayın ki, əgər bir ədədin yarısını deyiriksə, biz onu 2-yə bölməliyik. 66-nı da böləcəyik 2-yə. 6-nı 2-yə bölürük, edir 3. Digər 6-nı da bölürük 2-yə, edir 3. Düzgün cavab variantımız 33.